Deməli, sətirlərlə bağlı digər bir vacib məqamımız bir çox yazı işlərində, abituriyentlərin qəbul imtahanında, yazı işlərində düşən bir sual tipidir ki, bu sual tiplərinin, yazı işlərinin əvvəli mütləqdir ki, eynidir həmişə. O da nədir? O da əgər klaviaturadan daxil edilmiş sözlərlə bağlı hər hansı bir şey, baxın, hər hansı bir şey, sözlə bağlı bir şey deyirsə, burada konkret bizim metodumuz var. Keçən dəfə biz bu metodu sizlə danışmışıq əslində, keçən dərslərimizdə. Bu metod üzərində istəyirəm ki, bugün bir daha da biz biraz geniş şəkildə danışaq. O metodumuz sətri siyahıya çevirən metodlardandır və split metodu. Məsələn, yazıram ki, A bərabərdir input və A bərabərdir A nöqtə split bu formada və print A. Hələ ki, gedişata baxaq görək ki, bu nə edirdi? Yadımıza salaq bir dənə ümumi formatda görək nə iş görür. Klaviaturadan bir sətr daxil edirəm, arasında bir boşluq qoyacağam. Məsələn, salam, dünya, salamlar tutaq ki. Və nəticəyə baxın, salam sözü siyahının kvadrat mötərizə, siyahının birinci sözü olur, dünya sözü ikinci sözü olur, salamlar üçüncü sözü. İndeksdən desək, sıfırıncı indeksində bir söz dayanır, birinci indeksində bir söz dayanır, ikinci indeksində bir söz dayanır. Splitlə bağlı bir şey biz qeyd eləmişdik ki, splitdə biz dırnaq daxilində nəyə görə ayıracağıqsa, splitin təyinatı sətri verilmiş simvola görə siyahının elementlərinə ayırmaqdır. Onu biz burada göstərməmişdik, yenə də işi görmüşdü. Yəni, eyni məsələni bir daha da təkrar etsəm, Ctrl-C eləyək bunu və bir daha da səhvlik oldu deyəsən. Bir daha təkrar etsəm, salam, dünya, məsəl üçün, tutaq ki, informatika bu formada və yəni bu boşluğu bura yazsaq da, yazmasaq da eyni işi görmüş olacaq. Düzdür, bunların bir fərqi var. Əvvəlki video izahda da biz onu demişik. Yəni, dəqiq baxmaq istəyənlər oradan da baxa bilər əlbəttə ki. Yəni, hələ ki biz bu formada yazırıq. Yəni, dəqiq fərqlərini əvvəlki video izahdan izləyə bilərsiniz. Demək, bu məsələ bizə nəyə görə lazımdır? Klaviaturadan daxil edilmiş sözlərlə bağlı bir yazı işi verilərsə, birinci növbədə etməli olduğumuz məsələ həmən sətri boşluğa görə split etmək və sətrin sözlərini siyahının elementlərinə çevirməkdir. Burada uzun yazılış formasıdır. Bu formada ehtiyac yoxdur əslində. Biz bunu bu formada da yaza bilərik. Yəni, birbaşa olaraq əgər biz bu işi görəcəksə, input nöqtə split. Input nöqtə split. Yəni, onsuz da bu inputu ikinci sətirdə split edəcəksə, da bunu iki dəfə yazmağın heç bir adı yoxdur. Input nöqtə split edirik və burada da bir daha da istəyirsiniz mən print A verim. Məsələn, salam, dünya, informatika bu formada və hər bir söz siyahının bir elementinə çevrilmiş olur. Bu öz yerində. Bu nəticələri də mən hər ehtimal burada şərh bölməsində yerləşdirirəm. Sonradan kodların PDF-nə baxanda nə olduğunu anlaya biləsiniz. İndi gəlin məsələni biraz da irəli aparaq. Məsəl üçün, sözlərlə bağlı bizə nə kimi yazı işə düşə bilər? Burada çox şey demək olar. Bir neçə nümunə əsasına baxmağa çalışaq. Məsəl üçün, qarşıya belə bir məsələ qoyaq. Deyək ki, klaviaturadan daxil edilmiş sətirdəki sözlərin uzunluqları cəmi, simvollarının sayının cəmi tapan proqram kodu. Məsələn, belə bir sual. Birinci növbədə A bərabərdir. Yəni, sözləri arayacaqsa birbaşa input nöqtə split bu formada. Uzunluqlar cəmi mənə lazımsa cəm bərabər 0. Girək dövrə. For i in A. Bax, burada i-nin qiymətləri artıq bizim sətrimizdəki sözlərin özləridir. Yəni, mən burada, məsələn, salam, dünya vermiş olsam, bunları düzəldim, belə qalmasın. Salam, dünya, informatika daxil etsəm, input nöqtə split eləyəndən sonra o düşəcək bu formaya.
Bu formaya. Bu formaya. Və for i in a yazanda artıq bu siyahının birinci sözü salamdır. İkinci sözü dünyadır. Üçüncü sözü informatikadır. Yəni burada artıq i'nin birinci qiyməti dırnaqda salamdır. Biz də onun simvollarının yəni sayını, uzunluğunu tapmaq istəsək, cəm bərabərdir. Cəm üzərinə gələr ki, len i yazmış olsaq, həmən cəmin üzərinə salam sözünün lenini 5-ə əlavə edəcək. Qayıdacaq ikinci dövrdə i-nin qiyməti artıq olacaq dünya sözü. İ bərabərdir dünya sözü. Dünya sözündə len eləsə atacaq cəmi ora. Üçüncü dövrdə i-nin aldığı qiymət informatika sözüdür. Yenə də onun uzunluğunu ora atırıq və print deyək ki, cəm bu formada yaza bilərik. Siz burada qiymətləri yazaq. 5 üzərinə 5 üzərinə 11 və nəticə olaraq biz 22 qiymətini almalıyıq. Əgər daxil etdiyimiz inputumuz bu olarsa, gəlin proqramı birlikdə run edək və nəticəyə baxaq. Bu sözü əlavə edirəm, daha doğrusu yəni sözlər ardıcıllığını. 21 nəyi səhv hesabladım mən onda? 21 tapdıqsa, demək salam, dünya, informatika. Salamda 5 dənə, 5, 5, 11, 22 eləməzdə əlbəttə ki, 21 eləyər. Özümüz yazıb, özümüzdə səhv hesablamışıq. 21. Və bu formada görürsünüz, sözlərlə bağlı məsələlərdə split məsələsi nə qədər önəmlidir. Bu bir nümunə. Başqa bir nümunəyə baxaq. Başqa bir nümunəyə baxaq. Məsəl üçün deyək ki, belə bir şey deyək. Klaviaturadan. Daha mən yazmıram da arasında bir boşluq olmaqla olan sözlər. Yəni yazıram ki, klaviaturadan daxil edilmiş sətirdə ən uzun sözün simvol sayını tapan proqram. Məsəl üçün, daxil edilmiş sətirdə ən uzun sözün simvol sayını tapan proqram. Onun üçün də biz yenə də nə edirik? Bax, A bərabərdir input nöqtə split. Bu mütləqdir artıq. Bu elə bir ki, bütöv böyük bir işin böyük bir hissəsini burada həll eləmişik. Yenə də məsələn burada salam dünya informat daxil etsək, bizim A-mız olur list. Listin də elementləri nə olur? Birinci, sıfırıncı indeksdə dayanan elementi salam, birinci indeksdə dayanan elementi dünya, ikinci də informatika. Ona görə də neyniyək? Ən uzun sözü tapmaq istəyiriksə, ən uzun sözün daha doğrusu simvol sayını tapmaq istəyiriksə, bunu müxtəlif üsulla eləmək olar. Gəlin biz indi siyahı və sətirlərdən danışırıq son dərslərimizdə. Ona görə siyahı üsulundan istifadə edək. Boş bir siyahı götürürəm. Uzunluq adlı bir siyahı götürək. Və girək dövrə for i in a. Burada bir daha deyirəm. i-nin qiymətləri, aldığı qiymətlər sətirdəki sözlərin özləridir. Ona görə neyniyək? Hər bir i-nin uzunluğunu, yəni simvol sayını ataq siyahımıza. Ona görə də yazaq uzunluq nöqtə append həmən i-nin lenini bu formada. Yekunda ən böyük olan bizə lazım idisə printə verək. Əlbəttə ki, siyahı ilə bizim max deyə bir funksiyamız var. Bu formada icra edə bilərik. İndi yenə də baxın, bu sətri biz daxil edək. Və burada salam dünya informatik. Və bu sətri daxil edirəm. Bu sətri daxil edəndə artıq bizdə nəticə bu formada olacaq. Birbaşa onu biz daxil etdiyimiz inputu split eləsək, nəticəmiz baba budur. Gətirək, burada yerləşdirək. Və bu bizim artıq yəni aldığımız A siyahı formasında belə olacaq. Daha sonra for in A-da yenə də i-nin birinci qiyməti dırnaqda salam, ikinci qiyməti dırnaqda dünya, üçüncü qiyməti dırnaqda informatika. Birinci salamla girəndə uzunluq adlı siyahımıza append edir len i-ni. Yəni salam sözünün simvollarının sayını. Onda bizim uzunluqda birinci qiymətimiz olur 5.
İkinci qiymətimiz i-də dünyadır. Len i yenə də 5. Üçüncü dövrdə i-nin qiyməti informatikadır. Len i 11. Və max uzunluğu ekrana verəndə 11 sözü 11 sayı ekrana çıxmalıdır. İndi gəlin yenə də biz proqramımızı run edək sizlərlə və salam dünya informatika. Bu formada versək 11 nəticəsi ekrana çıxmış olacaq. Bu da öz yerində. Məsələn, burada məsələni biraz da irəli aparsaq, deyək ki, məsələn, eyni proqramı verirəm və buradakı proqramı verirəm və Cloud'un daxil edilmiş sətirdə ən uzun sözün simvol sayını yox, ən uzun elə sözü ekrana çap etsin. Ən uzun sözü tapan proqram, yəni ekrana çap etsin və bizim misala əsasən bunu versək, yenə informatikanı verməlidir. Ona görə nə edək? Baxın, bu hissəni mən buradan götürürəm. Bu hissəni buradan götürürəm. Və bu formada yazdım. Çıxardaq bunu şərhdən. Input.split daxil elədim, uzunluğa yığdım. Burada mən uzunluğu verəndə, maksı verəndə bu nəyi çıxardır ekrana? 11 çıxardır. Amma mənə lazımdır ki, 11 yox, həmən o 11 simvol olan söz informatika ekrana çıxsın. Burada bir məsələyə diqqətli olaq. Bax, bizim uzunluq siyahımız bu proqramın sonunda nəyə bərabər olur? 5, 5, 11. Birinci 5 salam sözünün simvollarının sayıdır. İkinci 5 dünya sözünün simvollarının sayıdır. 11 isə informatika sözünün simvollarının sayıdır. Yəni, iki siyahıya baxsaq, bir A siyahımıza, bir də uzunluq siyahımıza, hansı söz neçənci indeksdədirsə, onun simvol sayı da həmən indeksdədir. Və salam 5, sıfırıncı indeks, sıfırıncı indeks. Dünya birinci indeks, 5 birinci indeks. İnformatika ikinci indeks, uzunluq ikinci indeks. Demək onda Max'ın olduğu indeksi tapsam və həmən o indeksə görə A siyahısından həmən indeksdə duran elementi ekrana versəm, ekrana informatika çıxmalıdır. Yəni uzunluq siyahısından max neçənci indeksdə dayanıbsa, A siyahısında da həmin o uzunluğa bərabər olan söz də o indeksdə dayanıb. Çünki bax, eyni gedir. Mərhələ-mərhələ. Yəni biz eyni ardıcıllıqla atmışıq. Ona görə də bu hissədə mən printi pozum. Yazım belə bir şey. Deyirəm çap et. A siyahısından nəyi çap etsin? A siyahısından nəyi çap etsin? Mənə lazımdır ki, informatika sözünün indeksi bizə bəlli olsun. İnformatika sözünün indeksini biz hardan biləcəyik? Uzunluq siyahısındakı 11-in indeksini tapmaqla. Yəni uzunluqdan nöqtə indeks tap nəyi? Max uzunluğu. Max uzunluğu. Biraz diqqətli olsan çətin deyil. Bax, diqqətlə bax. Max uzunluq, mərhələ-mərhələ baxaq. Max uzunluq nəyə bərabərdir? 11-ə. 11-in indeksi nəyə bərabərdir? 11-in indeksi nəyə bərabərdir? 2-yə. Elədir? Demək ki, A siyahısından ikinci indeksə duran elementi ekrana verəcək. Yəni nəyi? İnformatikanın. İndi baxın, diqqətlə baxaq. Run edirəm və bunu daxil edirəm. Bu formada informasiya sözü ekrana çıxmış olur. Yəni belə bir metodlardan, bax, indeks metodu biz sizdən keçmişdik. İstifadə edərək, max funksiyası istifadə edərək buradakı məsələni də biz həll edə bilərik. Gəlin başqa bir nümunəyə baxaq sizlərlə. Yenə də bu sözlərlə bağlı məsələlərə mən toxunmaq istəyirəm. Məsəl üçün, klaviaturadan daxil edilmiş sətirdə sonu A hərfi ilə bitən, sonu A hərfi ilə bitən sözlərin simvollarının cəmi.
Yəni uzunluqlar cəmi deyək də. Yəni yazıram ki, A bərabərdir input nöqtə split. Bizə bir cəm lazım olacaq. Cəm bərabər 0. Girək dövrə for in A. Burada da mən təkrarçılıq olmasın, bayaqdan demişik. İnin qiymətləri sətirdəki sözlərdir. Çünki split eləmişik. Bir də nəyi yoxlayaq? If həmən i'nin sonu A ilə bitirsə, sözün sonuncu indeksi həmişə -1-dir. Əgər i -1 bərabər olarsa dırnaqda A-ya, onda cəm bərabərdir. Cəm üzərinə gələk len i və print cəm. Bu formada biz yaza bilərik məsələmizi. Və gəlin baxaq. Proqramı mən run edirəm və elə sözlər olsun ki, sonu A ilə də bitən sözlər olsun. Məsələn, alma, armud, banan, bir də nə olsun A ilə bitən? Nə bilim, taxta. Burada A ilə bitən alma və taxta sözlərdir. Bunların da uzunluqları cəmi əlbəttə ki 9-a bərabərdir. Bax, belə bir nümunə əsasında göstərmək olar. Başqa bir nümunəyə baxaq. Əvvəli bax, eynidir. Klaviaturun daxil edilmiş sətirdə sözlərlə bağlı məsələlərdir də bunlar. Deyək ki, sözlərin uzunluqları hər bir sözündə, yəni uzunluqlarını yanaşı qoymaqla alınan ədədi tərsinə yazan proqram. Belə bir proqram kod. Biraz yavaş-yavaş mərhələləri də artıraq deyək. Məsələn, sadə bir nümunə göstərəm, əvvəl nümunədə izah edeyim, sonra da proqramı yazam. Məsələn, belə bir sətr daxil edirəm. Deyək ki, salam, məktəb, informatika. Buradakı sözlərin uzunluqları 5, 6, 11. Yanaşı qoydum, belə bir ədəd aldım. Bunu da tərsinə çevirsəm, 1, 1, 6, 5. Proqram bizdən bunu istəyir. Yəni, hansı sətr daxil etsən, sözlərin uzunluqlarını yanaşı qoysun, ədəd tapsın və həmən ədədi sonradan tərsinə çevirsin. Gələk, burada nə iş görmək olar? Əlbəttə, yenə sözü ayırmaq üçün, bax, burası standart. Bizim əsas məqsədimiz burada input split'i öyrənmək idi. Input.split. Ayırdım ucu. Artıq bizdə A siyahısında sətrin sözləridir. Sonra nə edək? Nə metod istifadə edə bilərik? Sətirlərdən bizə bəlli olan boş sətri götürmək metodu. S bərabər boş sətr. Girək dövrə for i in A və nə edək? S-in üzərinə gələk həmən sözün uzunluğunu, amma burada bir məsələ var. Və salam sözünün uzunluğu 5-dir. 5 bizdə integer tipindədir. Biz sətrə integer əlavə edəməliyik. Ona görə bir də bunu nə edək? STR funksiyası ilə bu formada. Sətirləri toplamaq yanaşı düzməkdir. Birinci sözdə salam 5, ikincidə 6, üstünə 6 gələndə alınacaq 6. Üstünə sonra 11 gələndə alınacaq 5, 6, 11 bu formada. Və print s bu formada versək, bizim nə idi burada? Tərsinə yazın. Hə. Tərsinə yazan deyirsə, onda S qoşa nöqtə -1. Bu formada tərsinə çevirə bilərik. Və ya bayaqki metodda istifadə etmək olardı. Sıxıntı yoxdur. Yazaq salam. Sonra nə yazmışıq? Məktəb informatika 1165. Və yaxud da bunu bayaqki metodla yazmaq istəsək, str len i-ni bura ataq, üzərinə gələk s. Bu formada yazaq və yenə də bu sətri biz daxil etsək, bu formada 1165. Görsən, str i üstəgəl s yazanda tərsinə olur. S üstəgəl i yazanda yazıldığı ardıcıllıqla alınır. Bu məsələlər diqqətli olmaq lazımdır. Hansı rahatdırsa,
biz o metoddan istifadə edərək bu məsələni də həll edə bilərik. Daha sonra bir nümunə də göstərək bu məsələyə aid tam aydın olsun və bununla da yekunlaşdıraq. Demək, klaviaturadan daxil edilmiş, arasında bir boşluq olmaqla da onu yazmıram, uzun olmasın. Klaviaturadan daxil edilmiş sətirdə olsun məsələn nə? Bir proqram düşünək sözlərlə bağlı. Deyək ki, palindrom olan sözləri ekrana çap edən proqram. Sözləri və sayını deyək. Yəni sayını versin. Neçə dənə palindrom söz var. Palindrom nəyə deyilirdi? Biz tərsinə yazılışı ilə özü eyni olan sətirlərə palindrom demişik də. Məsələn, ata sözü palindromdur. Elədir. Məsəl üçün 121 ədədi palindromdur. Yəni həm ədəd üçün, həm də sözlər üçün bu qayda keçərlidir. Yeniyək. Əlbəttə ki, A bərabərdir input nöqtə split. Bu aydın. Bizə başqa nə lazım olacaq? Sözlərin sayı lazımdır. Say bərabər 0. Girək dövrə for in A və yoxlayaq. If əgər i bərabərdirsə i kvadrat mötərizə qoşu nöqtə mənfi 1 qısa yazılış formamızdan istifadə edərək sayı da bir vahid artıraq və sözü də ekrana verək print i. Bu formada. Yekunda iş qutarandan sonra sayı da verək ekrana. Məsəl üçün burada daxil edirəm. Demək ki, ata, ana, valideyn, nə bilim, dərs, tutaq ki, kitab, amma. Burada palindrom sözlərimiz ata, ana və amma sözlərdir. 3 palindrom sözümüz var. Ekrana da sayı da çıxmalıdır, özləri də çıxmalıdır. Əgər proqramımız doğru işləyirsə ata, ana, amma və sayı da 3-ə bərabərdir. Bir çox nümunələr göstərmək olar. Bu barədə bizim də kitabımızda yazı işlərində də bunlarla biz qarşılaşacağıq. Testlərdə də qarşılaşacağıq əlbəttə ki. Yəni nümunə göstərməyə qalsa çox nümunələr bu sözlərlə bağlı müxtəlif cür çətinliyi artırılmış misallar, nümunələr də göstərmək olar, amma məntiqi tutmaq əsas məsələmiz, bizim burada öyrənmək istədiyimiz məsələ input.split, yəni sətirdən sözlərə ayırmaq və sözlərlə bağlı qarşıya qoyulmuş məsələni həll etmək idi. Ümid edirəm ki, bu məsələ də aydın oldu. Diqqətinizə görə təşəkkür edirəm.